kış geldi. Qədir gecəsinin sirri. Gecə sakit idi. Kiçik Əli babasının yanında oturmuşdu. Həyətdə ulduzlar göy üzündə par-par parıldayırdı. Əli başını qaldırıb babasına baxdı. Baba, sən həmişə deyirsən ki, Qədir gecəsi çox önəmlidir. Axı niyə? O gecə nə baş verib ki? Babası gülümsədi, Əlinin başını sığalladı və yavaş səslə danışmağa başladı. Oğlum, bilirsənmi? Dünyada bəzi gecələr var ki, onlar adi gecələrdən fərqlidir. Qədir gecəsi də onlardan biridir. Bu gecə o qədər müqəddəsdir ki, Allah onu 1000 aydan xeyirli adlandırıb. Əlinin gözləri böyüdü. 1000 aydan? Yəni 80 ildən çox? Babası başını tərpədərək davam etdi. Bəli Əlican, bu gecə Allah Taala Quran-ı Kərimi Peyğəmbərimiz Məhəmməd Salawatullaha nazil etməyə başladı. Bu insanlıq üçün ən böyük hədiyyələrdən biri idi. Çünki Quran bizə doğru yolu göstərir, nəyə yaxşı, nəyə pis olduğunu öyrədir. Əli maraqla soruşdu. Baba, bəs bu gecə nə baş verir? Babası səsini bir az alçaltdı, sanki sir açırmış kimi. Qədir gecəsində mələklər yer üzünə enir. Onlar dua edən, Allahı zikr edən insanları axtarırlar. Kim səmimi qəlbdən Allaha yalvararsa, kim günahlarından tövbə edərsə, onun duaları qəbul olunar. İnsan bu gecə bağışlanar. Yəni bir sözlə yeni bir səhifə açar. Əli düşüncəli şəkildə başını aşağı saldı. Deməli, bu gecə ürəkdən dua etsəm, Allah məni dinləyəcək? Babası gözlərini işıldadaraq gülümsədi. Əlbəttə bala, hətta sən kiçik bir uşaq olsan belə, sənin duaların çox dəyərlidir. Allah hər kəsi dinləyir. Sadəcə qəlbimiz təmiz, niyyətimiz səmimi olmalıdır. Əli göyə baxıb, parlayan ulduzlara nəzər saldı. Sonra babasının əlindən tutdu və astaca pısıldadı. Baba, onda gəl bir yerdə dua edək. Babası gülümsəyərək başını tərpətdi. Gecənin sakitliyində, ulduzların parıltısı altında baba və nəvə dualarını Allah Taalaya yönəltdilər. Onların səmimi duaları göylərə yüksəldi və mələklər onları dinlədi. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur. Hər kim Qədir gecəsində oyaq qalsa, növbəti ilə kimi əzab ondan götürülər, yəni günahları bağışlanar. Ya Rəbbim, bu gecənin bərəkətindən bizi də nəsibləndir. Günahlarımızı bağışla, bizi sənin razılığınla yaşayan salih qullarından et. Qəlbimizə iman, evimizə bərəkət, həyatımıza nur bəxş et. Darda qalanlara kömək ol, xəstələrə şəfa ver. Dualarımızı qəbul et ya Rəbbi. Amin. Əziz dostlar, bu kimi gözəl və maarifləndirici videoların davamı üçün Gün İşığı kanalına abunə olmağı unutmayın. Videonu bəyəndinizsə, paylaşın və fikirlərinizi bizimlə bölüşün. Yeni hekayələrdə görüşənədək. Allah amanında.